Bəhruz müəllim, sizin fikirlərinizi alaq. Sırf amnistiya aktlarının, əfv fərmanlarının dövlətin dediyimiz kimi hüquqi siyasi nöqteyi nəzərdən əhəmiyyəti nədən ibarətdir? Həm cəmiyyət üçün, həm dövlət üçün təbii ki. Təşəkkür edirəm. Mən də ilk növbədə Konstitusiya və Suverenlik ili münasibəti ilə elan olunan və bugün artıq qəbul etdiyimiz amnistiya aktı münasibəti ilə xalqımızı təbrik edirəm. Həqiqətən də bu ümummilli məsələdir. Bu Ulu Öndər Heydər Əliyevin Azərbaycan quruculuğunda ideologiyasının təntənəsidir. Bu möhtərəm cənab prezidentin böyük zəfərlərinin, iqtisadi, siyasi, hərbi, diplomatik zəfərlərinin bir mənalı şəkildə ölkə daxilində davamlılığıdır, həmrəyliyin bir mənalı göstəricisidir. Və əlbəttə, bu istiqamətdə bilirsiniz ki, bu günə qədər çox sayılı işləri görülüb. Çox hörmətli Əli müəllimin də ifadə etdiyi kimi, amnistiya aktı imzaladım, bitdi məsələsi deyil. Buna qədər ciddi sosial, siyasi və bir çox istiqamətlərdə araşdırmalar aparılmalıdır. Nəbz bir mənalı şəkildə tutulmalıdır və bu eyni zamanda dövlətin, dövlətçiliyin inkişaf istiqamətlərinə, ideoloji inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməlidir. Bilirsiniz ki, Azərbaycan Konstitusiyası qəbul edilərkən biz ali niyyətlər ifadə etmişik, dövlətimizin məqsədləri ifadə etmişik. İlk növbədə qəbul olunan istənilən akt nə qədər humanizm xarakterli olur olsun, bir mənalı şəkildə dövlətin ali niyyət və məqsədləri ilə üst-üstə düşməli və hər hansı formada yan təsirləri verəcəyi faydasını ötməməlidir. Bu mənada amnistiya aktı, hazırki amnistiya aktı və ötən dövrlərdə istər Ulu Öndər, istər möhtərəm cənab prezidentin hakimiyyəti illərində verilmiş amnistiyaların hamısı bir mənalı şəkildə bu məqsədlərə xidmət edib və bu mənada mən hesab edirəm ki, bu həm də bir hüquq və insan haqları təntənəsidir. Bilirsiniz, bu elə bir məsələdir ki, adətən biz insan haqları anlayışı ilə, humanizm anlayışı ilə sanki dırnaq arası sınağa çəkilirik və sanki bunu bizim üzərimizdə, mövcud Azərbaycan idarəçiliyi üzərində sanki bir rıçağa çevirmək istəyiblər. Baxmayaraq ki, Azərbaycan insan haqları anlayışı ilə də, Azərbaycan humanizm anlayışı ilə də məhz istər Sovet dövründə Ulu Öndərin birbaşa və dolayısıyla rəhbərlik dövrləridir və bir də Ulu Öndərin hakimiyyətə gəldiyi dövrdən sonra, 93-cü ildəkindən sonraki dövrü əhatə eləyir. Bilirsiniz, insana yanaşma o qədər də belə deyək, qiymətləndirilməsi mürəkkəb olmayan məsələdir. Əgər bir hakimiyyət dövründə bir hakimiyyəti zəbt etmiş qruplaşma tələm-tələsik insanların həyatına qıyırdısa, amnistiya institutunu yerinə inyeksiyon eləmişdilərsə və yaxud əfv institutundan şəxsi qisasçılıq zəminində istifadə edirdilərsə, bu artıq humanizm yanaşması deyil və indi çox təəssüflər olsun ki, bəzən elə bizim bugünkü tarixçilər də, hansı ki, onlar tarixə hansı mənbələrdən oxuyurlar və hansı mənbələrə xidmət edirlər, bu özü də sual altındadır həmin o bəzi insanlar. Onlar həmin o axıcı müsavat dövründə imzalanmış amnistiya qızıl amnistiya deyirlər. Nə qızıl amnistiya idi? Həmin amnistiya bir mənalı şəkildə cinayətkarların cəmiyyətə buraxılması idi. Bir, ikincisi də orada əsas məqsəd, bilirsiniz, o dövrdə hərənin bir dəstəsi var idi. Həmin o həbsxanadan çıxan insanları həmin dəstələrə cəlb etmək və hakimiyyət uğrunda, hakimiyyət iyerarxiyası uğrunda mübarizə aparmaq idi. Və sonraki dövrlərdə əfv vaxtları ilə həbsxanalardan nə qədər insanlar güya çıxarılıb müharibəyə göndərildilər. Müharibəyə mi getdi olar? Yəni, bu kimi biz təcrübələri yaşamışıq. Yaxud bugün güya Azərbaycan insan haqları adına sınağa çəkilmək istəyir. Mən bir daha deyirəm. Cəmi qısa bir müddətdə hakimiyyətdə oldular. İcra etdikləri ən tələm-tələsik aktlardan biri o zaman ölüm hökmünün icrası idi. Nə vacib idi 92-ci ilin iyun ayında bir mənalı şəkildə il yarımlı insanlar cəzasının icrasını gözləyir. Nə vacib idi tələm-tələsik o zamanki hakimiyyət bunu dərhal icra eləyirdi və yaxud sonraki dövrlərdə. Bilirsiniz, məsələlər çoxdur indi, bu məsələlərə təbii ki, qayıdacaq. Mən onu bir daha o məsələyə gəlmək istəyirəm ki, bugün imzalanan amnistiya aktı bir mənalı şəkildə dövlətimizin böyüklüyünün, milli həmrəyliyimizin, bütövlüyünün ciddi perspektiv vəd etməsinin və müharibədən sonraki, post-müharibə dövründə Azərbaycan cəmiyyətinin qələbənin davamlılığına və yeni konfigurasiyaya, yeni əməkdaşlıq formatına sadiqliyinin göstəricisidir. Təbii ki, eyni fikirlərini mən daha da gücləndirərək davam etmək istəyirəm. İlk növbədə onunla başlayaq ki, bəli, nəzər alaq ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub. Yeni inkişaf mərhələsinə qədəm qoyub və necə ki, biz ölkədə ilk dəfə olaraq bütün ərazilərimizi əhatə edəcək prezident, parlament, bələdiyyə seçkilərini keçirdik və bu da Azərbaycanın müstəqillik tarixində bütün ərazilərimizdə suverenliyimizin, dövlət hakimiyyətinin bərqərar olunmasından sonra ilk amnistiya aktıdır və bu mənada təbii ki, bizim üçün böyük bunun əhəmiyyəti
bir mənalı şəkildə milli əhəmiyyəti var. Bəli, qeyd olunduğu kimi Vətən müharibəsindən sonra amnistiya olmuşdu, amma biz 2023-cü ildən sonraki dövrdə tam yeni bir mərhələ, tam yeni bir dövr başlayıb. Və burada mən eyni zamanda başqa bir məqama diqqət çəkmək istəyirəm. Amnistiya aktı sənəd olaraq bugün biz qəbul etdik və struktur olaraq baxsaq, kifayət qədər çoxşaxəli, eyni zamanda çox əhatəli sistematikadır. Məsələn, ilk növbədə sosial zəmini, sosial-humanist zəmini biz burada görürük. Sadalanan şəxslərin kateqoriyasına baxsaq, bu özlüyündə dövlətimizin ali məqsədlərinin bir mənalı şəkildə, dövlətimizin bütövlükdə siyasətinin təməlində, zəminində və məqsədində insan amilinin olmasını göstərən bir göstəricidir. Digər tərəfdən biz digər müddəalara keçdikdə görərik ki, əslində cəzanın, Azərbaycan dövlətinin cəzanın cinayət qanunvericiliyi ilə müəyyən olunmuş məqsədlərinə nail olunması istiqamətində situasiyaya nail ola biləcək bir ədliyyə, məhkəmə ədliyyə sistemi qura bilib. Biraz öncə çox hörmətli Əli müəllim dedi, ötən dövrdə, amnistiya aktından sonraki dövrdə cinayətlərin statistikasına baxsaq, bir mənalı şəkildə adi, xarakterik olan bir statistika var. Yəni, həmin amnistiya aktı cəmiyyətdə cinayətkarlığın köklü şəkildə artmasına gətirib çıxaran bir hala gəlib çıxmayıb. Bu, özlüyündə o nəyi göstərir? Biz onu göstərir ki, Azərbaycan məhkəmə sistemi, aidiyyatı hüquq mühafizə sistemi, ədliyyə sistemi həm cəza təyin olunarkən, cəza siyasəti həyata keçirilərkən, həm də cəzanın məqsədlərinə nail olunması istiqamətində islah dövründə öz qarşısına qoyulan vəzifələri yerinə getirə bilir və qiymətləndirmə, proqnozlaşdırma nəticələri də özünü məhz buna görə doğruldur. Burada mən digər bir məqama da toxunmaq istəyirəm. Həmçinin biz bu amnistiya aktı ilə hüququn aliliyinin şahidi oluruq. Çünki amnistiya aidiyyatı müddəalar, həmçinin müvafiq olaraq qeyd etdiyiniz məhdudlaşdırmanın dairəsi ilə bu amnistiya aktı arasında uzlaşmanın təmin olunması özlüyündə sanki yeni bir hüquq əsəridir və bu mənada mən hesab edirəm ki, hüquq adına da bu kifayət qədər mühüm bir hadisədir. Amma icazənizlə mən başqa bir məqama yenə toxunmaq istəyirəm. Bu elə bir məsələdir ki, burada siyasi aspektlərə toxunmamaq mümkün deyil. Bilirsiniz, biz amnistiya aktına təbii ki, bir daha deyirəm, ilk dəfə deyil ki, amnistiya aktı qəbul edirik və Azərbaycan dövlətinin vətəndaşına münasibəti bəllidir və eyni zamanda biz onu da əminliklə deyə bilirik ki, və Azərbaycan vətəndaşı ona da şahiddir ki, illərlə bu dövlətin vətəndaşı üçün bu dövlətdən daha doğma bir qüvvə yoxdur. Yəni, burada dövlətlə cəmiyyət arasında bir etimad da formalaşır. Bir mənalı şəkildə. Bilirsiniz, zaman-zaman bizə hər meydanda qalib gələ bilməyənlər, bizə siyasi meydanda qalib gələ bilməyənlər, diplomatik masada, nüvə dövləti olasan, amma diplomatik masada bizim qarşımızdan qaçmağa məcbur olanlar nəyə məcburdular? Məcburdurlar ki, cəmiyyətdəki milli həmrəyliyi hədəf alsınlar. Məcburdurlar ki, Azərbaycan cəmiyyətinin sarıldığı və dövlətçiliyin təməl zəmini olan Heydər Əliyev ideologiyasına, Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına hədəfə alsınlar və bu prosesdə də sosial media qaragürühündən, satılmış ayrı-ayrı media resurslarından, ayrı-ayrı siyasətçilərdən, dırnaqarası siyasətçilərdən istifadə etsinlər və onların da hamısı üçün, onların hamısının həmin qüvvələr üçün heç bir qiyməti yoxdur. Sadəcə bir dəfəlik istifadə üçün onlardan istifadə edirlər və belə bir məqamda təbii ki, amnistiya aktına kölgə salmaq istəyən cəhdlərin də biz artıq şahidlik edirik. Müxtəlif istiqamətlərə, müxtəlif aspektlərə bunu yönəltmək istəyənlərin də şahidlik edirik. Amma biz onlara xatırlatmaq istəyirik ki, onların amnistiya baxışı nə idi? Onların insana baxışı ümumiyyətlə nə idi? Bayaq ki, mən məsələyə bir daha qayıtmaq istəyirəm. Adamın hakimiyyət dövründə bir mənalı şəkildə artıq səlahiyyətləri olmaya. Prezident artıq seçildiyi 9 gün olmasına baxmayaraq, özünün tələmtələsik son qərarı kimi şəxsi qisas zəminində insanların güllələnməsi ilə bağlı məhkəmə qərarını təcili icraya yönəldir. Bu dövlət idarəçiliyi deyil, bir mənalı şəkildə dövlət idarəçiliyi deyil. Budurmu insana yanaşma? Bu insanlar bugün mövcud Azərbaycan hakimiyyətindən, bütövlükdə Azərbaycan cəmiyyətinə insan amili, humanizm amili diktə edə bilərmi? Yaxud ötən dövr ərzində hakimiyyət iyerarxiyası arasında olan münasibətlər, yəni bütün bunların fonunda bir daha bu amnistiya aktı Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun, insana münasibətinin, insan amilinin hansı səviyyədə inkişafa gəlib çatdığını göstərməkdədir və bir daha mən Azərbaycan xalqını təbrik etmək istəyirəm və xüsusən də bu ideyanın müəllifi, bu təşəbbüsün müəllifi, möhtərəm cənab prezidentə təşəkkür etmək istəyirəm ki, bir daha qalib Azərbaycana, zəfər
haqqını sözün əsl mənasında bilək gücü hesabına əldə edən Azərbaycana bax bu sevinci yaşatdı.